Uşaqlarda göbəkdən axıntı bu nədən yaranır və nə zaman ola bilir? Ümumiyyətlə doğuşdan sonra buna uraxus dediyimiz bir hal var və granulyoma dediyimiz bir hal var və göbək fistulası var. Bunlar hər üçü göbəkdən axıntı verə bilir və axıntı davamlı verirsə və heç bir müalicə tabe olmursa bu uraxusdur. Ana ilə uşaq arasında göbək ciyəsi ilə bağlı olur və göbək ciyəsinə damarlar, bağırsaqdan elementlər və sidik axarına, sidik kanalı, sidik küçəsinə əlaqəli element var. Göbək ciyəsi kəsiləndən sonra həmin kanallar geriyə bağlanmalıdır. Sidik küçəsinin arasındakı kanal açıq qaldığı halda bu uraxus yaranır. Və sidiyə çıxdığı zaman bir damcı da sidik gəlir, göbəkdən çıxır, göbəkdə irinli ifrazat olur, sarı rəngdə və iyli olur. Və bunlar hansısa bir müalicədən, bəzən gümüş nitratla yandırmadan və yaxud hansısa bir zelionka digər maddələrlə müalicəyə tabe olmurlar. Uraxus varsa, əlbəttə öncə konservativ müalicə olunur. Bunun effekti olmayıb keçdiyi halda, yəni hansı ki uşaq yerində olan dövrdə üzə çıxıbsa, cərrahi müdaxilə olması mütləq şərtdir. Cərrahi olaraq həmin yol bağlanır və çıxarılır. Əməliyyat 10-15 dəqiqə çəkir, qısa bir kəsikdən, yəni 1 sm yerdən icra olunur. İzlədiyiniz üçün təşəkkürlər.